Xoruc eləmi? 2 milyon adam səni izlədi. Buradan onlara nə demək istəyirsən? Afganistan işlətçiyəm. Torpağın altında əsir olmuşum, qalmışım. 91-ci ildə Gəncə patrolunda 10 dənə məni öldürdüm. Özüm də leytenant idim. Gəldim Ağdama 92-ci ildə. Allah verdi Bağırov. Albert. Bəli. Məzarı da Ağdamda hazırda. Gəldi, avtomatı göstərdim. AK-45 Sovet avtomatı. Heydərliyə gəldi. Dedi, Allah verdi, hər şey yaxşıdır. Dedi, 10 dənə məni öldürdüm. Dedi, kimli olsan? Ben oğluyam dedim. Dedi ki leytenant versin. Afganistan'dan aldım. Yaşlama 120 mark aldırsın. Geldim sonra Laçına 93. ilde. 15 yaşında kızı öldürmüştü. Bakçılar Laçın'la ben sağladım. Demiş sen 20 tane kanisi benzin verem kim öldürdü? Dedim ben malımı Grigoyan. Hemen Grigoyan'ı Laçın'da gelip öldürdüm. Çüremden vurdular. Askollar var. 12 tane askol. Hemen vurdum kar. Bu gözüm görmüyor. Başım yardılar. 98 geldim. 15 el bana gösterdiler. Orada neşiyle Kore'nin arasında. 3 ay beni hapse saldışı satqınsan. Sən bizim canlı qəhrəmanımızsan. Səndən biz hamımız fəxr edirik. Yaxşı sən varsan. Gənclərə örnəksən. Kim mənə nə yardım edirsə Allah canı sağ eləsin. Heç zaman mənim kimi bence günə düşməsin. Sağlam cumrah olsun. Əsli adama kim nə işləyirsə kömək eləyirsə. İctimaiyyətdən mənə sən gəlmişdi. Cəlabatlıdır oğlan. Hələ sən birinci gün Gəncəyə, ictimai kanalına. İndi sabah 2 nəfər jurnalist gələcək qadın. TikTok'u görəndən sonra dedim, istəyirəm ki, mən sənə çəkim həm də kömək eləyək. Mən canlı yayımda olanda mənə 30 manat pul atdılar. 20 manat bir nəfər atdı, 10 manat da bir nəfər atdı. Hamının gözü qabağına bu pulu sənə verirəm. İnşallah xeyriyyə xərcləyərsən. Digər izləyicilərimizə sənə yardım edəcəklər. Nə qalıb ki, ayın qutarmana. Qurban bayramı ayın ikisi bayramdır. Sizin kimi vətəndaşlar kim çəkibsə, kim mənə dəstəkləyirəm hamısını. Sağ ol. Sağ ol. Görüşər inşallah.